Yaxın zamanda insanlar hamı bir-birinə oxşayacaq. Biz o qocalıb dünyasını dəyişənlərdən danışmırıq, atalardan, analardan, bibilərdən, xanalardan. Biz sonradan dünyaya gələn o gənclər var ha, onlardan danışırıq ki, yeni nəsil. Hamı bir-birinə oxşayacaq. Vaxt var idi ki, ən gözəl peşə kimi hamı istəyirdi ki, onun övladı Bakı Dövlət Universitetinə qəbul olunsun. Özdə deyirdilər ki, hüquqşünas olacaq, prokuror olacaq. Digəri deyirdi, yox, Azərbaycan Tibb Universitetinə qəbul olunsun, nə bilim, diş həkimi olsun, cərrah olsun. Digəri, bax, belə sənətlərə daha çox meyilli idilər, peşələrə. İndi son vaxtlar ancaq estetik əməliyyat həkimlər, istəyirlər hamısı estetik həkimlər olsun. Əməliyyat etsinlər, arxa böyütsünlər, dodaq böyütsünlər, yanaqcıq böyütsünlər, dodaq, nə bilim, qaşlar belə, gözlər belə falan filan. Arxa 100%, arxa bizdə dəb halını alıb, bütün hamının arxası böyük olmalıdır, çox böyük olmalıdır. Bilmirəm, bu nədir? Bunun sualına mən hələ cavab tapa bilmirəm ki, bu arxaları böyük olmaq nəyə görə bu qədər önəmlidir, vacibdir? Nə bilim, bilmirəm. Mən qadınam, mən düşünürəm ki, tutar mən arxamı niyə böyütməliyəm? Mən qadınım da, mən düşünürəm ki, bax, mən arxamı nə üçün böyüdüm? Özümə ağırlıqdır da, belə arxa, kifayət qədər arxamız var da, təkrar onun üstünə bir dənə arxa, yekə, nə bilim, nə qoymaq, indi burada təbii ki, izləyicilər yaxşı adlar qoyacaq, mən demirəm o adları. Və yaxın bu neçə ildən sonra hamı əməliyyat olunacaq. Baxırsınız da efirdə, elə olur 6-7 belə də 30, 35, 40, 28, 29 yaşında müğənniciklər əyləşib. Hamı bir-birini oxşayır. Mən hələ bu günə qədər onların adını konkret olaraq təyin edə bilməyəcəm. Təsəvvürdə gətirin ki, deyirəm ki, bu Səidədir, yox. Bu, nə bilim, Könüldür, yox. Bu, nə bilim, Saradır, yox. Bu, nə bilim, Səfradır, yox. Bu, nə bilim, kimdir? Axırda məlum olur ki, bunların heç birisi deyil. Məsələn, tutaq ki, bir Gülbahardır. Bax, belə, yaxın zamanlarda bədbəxt olacağıq. Biz cəhənnəmi, yazıq kişilər sevəndə sevgililərini dəyişik salacaq.